Bismillah və elhamdülillah. Əssalamu aleykum və rəhmətullah və barakatuhu. Dəyərli qardaşlar, biz bundan əvvəl danışdıq İslam kəlməsinin lüğəti mənası və şəri mənası. İndi isə istəyirik danışaq İslamın ərkanlarından. Və hər birimizin bildiyinə görə İslamın 5 ərkanı var. 5 dənə əsas ərkanı, dayağı, rukunu var. Lakin bu 5 dənə əsasdır. Bu 5 dənədən də əlavə əzəmətli ibadətlər var İslamda. Lakin bunlar əsaslardır. Və bu 5 əsas, 5 dayaq da Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve səlləmin hədislərindən götürülüb. Abdullah ibn Ömərdən gəlir ki, Allah Teala atasından da özündən də razı olsun, Abdullahdan və atası Ömərdən. Allah Teala hər ikisindən razı olsun. Buyurur ki, eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm deyir ki, Buniyəl İslamu alə xams. İslam 5 şey üzərində qurulub. 5 dənə dayaq üzərində qurulub. Şəhədəti ən la ilahə illallah və Muhammedən Rasulullah sallallahu aleyhi ve səlləm. Yəni şəhadət, la ilahə illallah, Muhammedən Rasulullah. Bu bir. Və iqamis saləh, namazı əda eləmək, namaz qılmaq. 2. Və itəiz zəkə, zəkat vermək. 3. Və həccil beyti, Allahın evini, qədim evini, Kəbəni həcc eləmək. Və savmi Ramadan, Ramazan orucunu tutmaq. Zəkat 4, oruc isə Ramazan orucu isə 5. Bax, bu 5 ərkan, dediyimiz İslamın 5 ərkanı bu hədisə və bu kimi hədislərə əsaslandır. İnşallah növbəti mövzularda Allahın izni ilə biz bu ərkanların hər birindən bacardığımız qədər inşallah izahlar verməyə çalışacağıq. Lakin umumən hər bir müsəlman bilməlidir ki, İslamın əsasları var, dayaqları var. O dayaq da 5 dənədir. Vəlhamdülillah.